Salam, 129-cu testə baxırıq. Deməli, tərkibində 20 qram natrium OH olan məhluldan 5,6 litr etanın yanmasından alınan karbon qazını buraxdıqda hansı duz və hansı miqdarda, yəni neçə mol əmələ gələ bilər? Deməli, əvvəlcə etanın 5,6 litrinin yanmasından nə qədər karbon qazı alındığını tapaq. Etan belə yazılır. C2H6. Üstünə gəlirəm oksigen. Alınır karbon qazı, su. Bu reaksiyanı yazmayıb, elə birbaşa belə də yaza bilərik. C2H6-dan alınan karbon qazı 2 mol karbon qazıdır. Çünki bunun 1 molundan 2 mol əmələ gəlir. 5,6 litr etanın. Görək 5,6 litrə nə qədər karbon qazı əmələ gəlir? X 22,4-ə də 2 mol. X də buradan bərabərdir. 22,4, 2 vıraq 11, 2 vıraq 5,6, bu da 11,2 eləyir. 2 dəfə, 1 dəfə edir 0,5. Tapdıq ki, buradan 0,5 mol karbon qazı əmələ gəlir. İndi natrium OH-ın karbon qazı ilə reaksiyasını yazıram. Biz bilirik ki, birin birə reaksiya gedəndə natrium H karbonu alınır. Amma 2-nin 1-ə gedəndə, yəni belə yazaq, natrium 2 karbon O3 və su alınır. Əgər 2-nin 1-ə gedərsə. Natrium OH-ı burada verib 20 qram. 20 qram neçə moldur? 0,5 mol. Biz karbon qazında 0,5 mol tapmışıq. Deməli, reaksiya birin 1-ə gedir. Baxaq görək indi bizdən nə soruşur? Əmələ gələn duz. Deməli, 1 mol karbon qazı reaksiya gedəndə 1 mol turş duzu alınır. 1 mol turş duzu alınır. 0,5-ə də 0,5 mol turş duzu alınır. Deməli, birin 1-ə getdiyini necə bilirik? 0,5 ilə 0,5 ixtisar gedəndə yenə də birin 1-ə olur da. Ona görə turş duzu alınmasını müəyyən edə bilirik və 1 mol karbon qazına 1 mol natrium hidrokarbonat, yəni turş duz 0,5-ə də X. Burada cavab, deməli, turş duz 0,5 D variantı olur.